İnci Baxşaliyevanın 5-ci və 8-ci siniflər üçün olan kitabından səhifə 57-də tapşırıq 4. Bir şeyi nəzərinizə çatdırmaq istəyirəm. Bu kitabın özünün qrammatikasında verilib. A lot of təsdiq cümlə, much many sual və inkar cümlədə çoxlu deməkdir. Birdən başlayıram oxumağa. I eat meat. Mən ət yeyirəm. I prefer fish. Mən balığa üstünlük verirəm. Ət sözü sayıla bilmir. Few sayıla bilir. Ona görə cavab olur C variantı. Tapşırıq 2. Peoples, şagirdlər. Much sayıla bilmir. Little sayıla bilmir. Bici dənə 2A. Few sayıla bilənlərdən işlədilir. Cavab A. 3. Sual cümlədir. Books, kitablar. Interesting books, maraqlı kitablar. Kitablardan a little olmaz. A lot ümumiyyətlə zərfdir. Cümlənin sonunda gəlir. Burada of olmalıydı. Cavab olur C variantı. Many books. 4. Özü of'u burada verib. A lot of. Vardır çoxlu mağazalar və restoranlar bizim ərazidə. Shops mağaza sözündən, restoran sözündən little olmaz. Much olmaz. Bircə dənə cavab olur. A lot. 5-ci. Şokolad sözü sayıla bilmir. Sayıla bilmədiyi üçün few işlənməz. A lot of-dan gəlməli idi. Cavab olur much. Həm də a lot of təsdiq cümlə idi. Much sual və inkar. Bu da inkar cümlə olduğu üçün much'ı seçirik. 5A. 6. Mushroom, göbələk cəmlənibsə, deməli sayıla bilən isimdir. Much sayıla bilməyəndir. Little sayıla bilməyəndir. Bircə dənə B variantı mushroomdan. A lot of mushroom. Çoxlu göbələklər. 7. Apples, almalar sayıla bilən isimdir. A lot of-dan gəlməlidir. A little sayıla bilməyəndir. Bircə dənə sayıla bilənlə a few. 8. Sugar sözü, qənd sayıla bilmir. Sayıla bilmirsə few olmaz. Ya little olmalıdır, ya a little olmalıdır. Deyir ki, çayına biraz qənd qoy. Sən öz çayına qənd qoyursansa, sənə bəs edəcək qədər qoyursan, yoxsa bəs edəməyəcək qədər? Təbii ki, sənə bəs edəcək qədər. Bəs edəcək qədər a little-dır. Bəs eləməyəcək qədər little olmalıydı. Yəni, hər kəs öz çayına bəs edəcək qədər qənd qoyur da, ya ekstra qoymur, ya da az qoymur. Ona görə 8-in cavabı olur B. 9. Mistakes, səhvlər. A lot of-dan gəlməli idi. Much mistakes-dən olmaz. Çünki sayıla bilir ki, cəmlənib. Sayıla bilənlərdən bircə dənə cavab olur 9A. Tapşırıq 10. Milk, süd sayılmır. Sayıla bilməyəndən a few olmaz. A lot of-dan gəlir. Təsdiq cümlədə işlədilir. Və bu sual cümlədir və sayıla bilmədiyi üçün cavab olur a little. 11. Furniture, mebel sayıla bilmir. Sayıla bilmirsə a few-nu silirəm. Çünki a few sayıla biləndən işlədilir. Cavab ya a little-dır, ya da little-dır. Cümlənin dalını oxumalıyam ki, fərqi seçim. Çünki bəs edəcək qədərdirsə a little, bəs eləməyəcək qədərdirsə little. Vardır az mebel evin içində. It is almost empty. Demək olar ki, boşdur. Demək olar ki, boşdursa, demək olar ki, heç yoxdur da. Deməli, little olmalıdır. Desəydi ki, mebel var, amma bəs eləyir. Bir də var, deyir ki, mebel var, azdır. Demək olar ki, heç yoxdur. Demək olar ki, otaq boşdur. Deməli, burada cavab olacaq little. Test izahımız bu qədər. Əgər yenə də haradasa qaranlıq nöqtəniz qalırsa, əvvəlki videolara baxın və daha sonra tapşırığı yenidən işləyin. Hələlik.